Bismillahirrahmanirrahim. Allah'ın rahmet ve bereketi siz değerli Kanal 12 izleyenleri ve Ehl-i Beyt dostlarının üzerine olsun. Her hafta olduğu gibi bu haftada Ehl-i Beyt Coğrafyası adlı programımızla sizlerle birlikteyiz. Bugün konumuz İmam Hasan olacak. İmam Hasan'ın faziletleri, makamı, doğumu, vefatı, imameti hakkında değerli hocalarımdan, misafirlerimden bilgi alacağız inşallah. Hemen konuklarımı tanıtarak programımıza başlıyoruz. Değerli Caferi Alimi Güven Dumanlı hocam, hoş geldiniz. Hoş bulduk, merhabalar. Ve Can Azerbaycan diyarından değerli üstadımız Caferi Alimi Elbrus Kerimov hocam. Hocam hoş geldiniz. Hoş gördük. Teşekkür ederim. Biz teşekkür ederiz. Hemen Elbrus hocam sizle başlamak istiyorum programa. İmam Hasan deyince mesela İmam Hasan'ın faziletleri ve makamı hakkında bizi bilgilendirir misiniz? Bismillahirrahmanirrahim. Mən də öncə hər birinizi salamlayıram, xoş gördük. Xüsusilə Güvən hocanı və sizləri salamlayıram. Təşəkkür edirəm dəvət etdiyiniz üçün. Allah bu mövludu bizlərə mübarək etsin, bizlərə İmam Həsənin məqamını dərk edənlərdən qərar versin və o cümlədən sizin işlərinizə Allah uğurlar arzu edirəm. Allah sizləri daha da müvəffəq etsin, Kanal 12-ni daha da müvəffəq etsin. Yeni, gözəl işlərə addım atasınız inşallah. Və bu ayda Allah tutulan orucları qəbul etsin, edilən ibadətləri hər kəsdən qəbul etsin. Gözəl bir aydır, gözəl bir anlar yaşayırıq. Allahdan istəyirəm ki, bu anların gözəlliyini, orucun gözəlliyini bizə dadızdırsın. Bəli, bugün İmam Həsən əleyhissalamın bu proqram onun adına deməli təşkil olunub və sizin icazənizlə, Güvən hocanın icazəsi ilə mən artıq sözümə keçid edim. İmam Həsən əleyhissalamın məqamı barəsində qısa məlumat verim. Həzrət Əli əleyhissalam, İmam Həsən əleyhissalam ikinci imam sayılır. Həzrət Əli əleyhissalam, İmam Həsən əleyhissalam və sonra İmam Hüseyn və digər imamlar gəlir. Və İmam Həsən Həzrət Əlidən sonraki imamımızdır. Bizim etiqadımıza görə bizim imamımız sayılır, ikinci bir imamımızdır. Xanım Zəhra Salamullah əleyhanın övladıdır və Əli əleyhissalamın Peyğəmbərin əziz qızı xanım Zəhra ilə evlənməsinin ilk meyvəsi Şiə məzhəbində olan inanclı şəxslərin ikinci imamı Həzrət Həsən Müctəba əleyhissalamın bilirik ki, onun doğum günü, Mövlud günü, Hicrətin 3-cü ili Ramazan ayının 15-də Mədinə şəhərində dünyaya gəlmişdir. Həmin günə təsadüf edir. Bildiyimiz kimi İmam Həsən əleyhissalam öz cəddinin, yəni babası Peyğəmbərinin dövrünü çox görməmişdi. Çünki İmam Həsən təxminən deyirlər ki, 7 yaşında olarkən Peyğəmbər salavatullah dünyadan köçmüşdü. 7 yaşında idi o zaman. Yəni Peyğəmbərimizin zamanını çox dərk etməmişdi, çox görməmişdi. Sonra Peyğəmbərdən sonra təxminən 30 il atası Əli əleyhissalamla birgə olmuşdur İmam Həsən. Və atasının şəhadətindən sonra Hicrətin 40-cı ilində 10 il müddətinə qədər müsəlmanlara imamlıq etmiş və təbii ki, burada imamlıqdan məqsəd, indi biz qeyd eləyəcəyik ki, 10 il imamlıq etmiş. Yəni, burada imamətdən qəsd nədir? Biri var zahiri imamlıq, biri də var ki, burada batini bir imam. Yəni, ola bilər ki, imam zahirdə rəhbər olmasın, yəni öndər olmasın, müsəlmanların hakimi olmasın. Müəyyən bir səbəblərə görə imamlar bir kənara çəkib öz işləri ilə məşğul olurlar. Biz məsələn İmam Sadiqin dövründə də bunu görürük. İmam Sadiq əleyhissalamın dövründə görürük. İmam Sadiq əleyhissalam tədrislə məşğul idi. Amma imamın tədrislə məşğul olması, insanlara belə deyim, rəhbərlik etməməsi, insanlara hakimlik etməməsi, bunun mənası o demək deyil ki, İmam Sadiq müsəlmanların imamı deyildi. Xeyr, həqiqətdə Allahın təyin etdiyi imam olaraq, bəli, İmam Sadiq əleyhissalam müsəlmanların, hər bir müsəlmanın imamı sayılırdı. Ona görə də İmam Həsən əleyhissalam 10 il müddətinə qədər müsəlmanlara imamlıq etmiş dedikdə, yəni burada hakimiyyətdə olmaya da bilər. Amma Allahın yer üzündə təyin etdiyi Həzrət Əli əleyhissalamdan
sonra, yəni ikinci imam olaraq İmam Həsən sayılırdı və müsəlmanların həqiqətdə imamı idi, rəhbəri idi. Və nəhayətdə bilirik ki, Hicrətin 50-ci ilində Muaviyyənin hiləsi ilə 48 yaşında İmam Həsən əleyhissalam zəhərlənmiş, onu Muaviyyə zəhərləndirir öz həyat yoldaşının vasitəsilə və İmam Həsən əleyhissalam şəhadətə qovuşur. Müqəddəs məzarı da bildiyimiz kimi Mədinə şəhərində Bəqi qəbirstanlığındadır. Bu elə qısa olaraq mən istədim ki, imamın bir həyatını danışım, həyatını qeyd edim. Təbii ki, qısa şəkildədir bu. Amma imamın məqamına gəldikdə, baxın, əsasən məqam dedikdə imamət məqamı, ümumiyyətlə nəinki təkcə yalnız İmam Həsən əleyhissalamın imamət məqamı, ümumiyyətlə imamət məqamı, biz bunları nəzərə alanda imamət məqamı iki şəkildə biz anlaya bilərik, iki şəkildə. Baxın, bir şəkildə imamət məqamı dedikdə, misal olaraq imamın əxlaqı, imamın insanlarla davranışı, imamın insanlarla münasibəti, bu imamın insanlara olan sevgisi, bax bu kimi şeylər imamın məqamını bildirir. İmam insanlara mehribandır misal olaraq. Bu imamın zahiri məqamı sayılır, zahir məqamıdır. Məsələn, imam məzlumların köməkçisi idi. İmam məzlumlara kömək edirdi. İmam Həsənin dövründə İmam Həsən məzlumlara kömək edirdi. Varlı və imkanlı şəxslər, kasıb və imkansız şəxslərə qarşı böyük məsuliyyət daşıyır İslam nöqteyi nəzərindən. İslam dini bizə deyir ki, varlı şəxslər, imkanlı şəxslər nə etməlidir? İmkansız şəxslərə yardım etməlidir. Onların əlindən tutmalıdır, onların köməyi olmalıdır. Və İmam Həsən əleyhissalam da öz dövründə ətrafında olan insanlara kömək edərdi. Öz malı ilə, imkanı ilə onlara kömək edərdi. Belə deyək ki, müsəlmanlar arasında qardaşlığı qoruyub saxlayırdı. Ehtiyaclı şəxslərin mümkün qədər çətinliklərini aradan aparmağa çalışırdı. Bu, İslamın bizə sifarişidir. İslam bizə deyir, məzlumlara, köməksizlərə kömək edin və imam da bu işi yerinə yetirirdi, insanlara kömək olurdu. İnsan sevər idi, zəiflərin pənahı idi İmam Həsən əleyhissalam. Baxın, İmam Həsən əleyhissalamın tarixdə nəql olunur. İmam Həsən əleyhissalam öz bütün mal dövlətini bir dəfə bir şəxsə hamısını bağışlayıb. Hamısını bir şəxsə bağışlayıb. Bu, imamın zahirdə olan böyük bir məqamını göstərir. Zahiri imamətdə böyük bir məqamını göstərir. Nə deməkdir? Bizə kimsə gəlib bizdən kömək istədikdə, məsələn, bir nəfər gəlir məndən kömək istəyir, onun köməyə ehtiyacı var. Və mən ondan soruşuram ki, sənin nə ehtiyacın var? Necə sənə kömək ola bilərəm? O misal olaraq deyir ki, mənim pulum yoxdur, mənə kömək et ki, tutaq ki, mən evdə bir şey alım, yemək yeyim, acam, mən yemək istəyirəm və yaxud mən xəstəyəm, xəstələnmişəm, mənə pul ver, mən özümü müalicə edim, özümü düzəldim, səhhətimlə bağlı problemləri həll edə bilim və mən ona nə qədər lazımsa o qədər pul verirəm, para verirəm və o neynir, onu istifadə edir, özünü düzəldir. Amma məsələ burasındadır ki, onun bu ehtiyacını mən təmin etdim, birdəfəlik aradan aparmadım. Bugün mən onun yeməyini, içməyini verdim, təmin etdim, bugün etdim bunu. Bəs bunun sabahı, səhəri, bu necə olacaq? Sabahın da yeməyi var, sabahın da problemləri var, onu necə həll eləyəcək bu? Bu şəxs istər-istəməz yenə də gedəcək, kimdənsə kömək umacaq, kimdənsə kömək istəyəcək. Yəni, biz burada bu şəxsə kömək etsək də, onun o problemini birdəfəlik həll etmirik, həll etmiş olmuruq. Müvəqqəti olaraq bir günlük problemini həll edirik, bir günlük ona kömək etmiş oluruq. Amma İmam Həsən əleyhissalamın, İmam Həsən neynədir? Bütün mal, var, dövlətini
bəxş elədi, bir nəfərə bağışladı, onun ömürlük problemlərini həll elədi. Onun ömürlük, ölənə qədər bütün problemlərini həll elədi, aradan apardı. O şəxs də oldu, varlı, dövlətli, onun da varı oldu, dövləti oldu, pulu oldu və o şəxs ömrünün axırına qədər öz problemlərini həll etdi. Artıq o kasıb, fəqir olmadı. Yəni ən gözəl burada məqam, fəzilət budur ki, əgər mənim imkanım varsa, mən kiməsə pul verib onun müvəqqəti problemini həll etməyim. Ən gözəl fəzilət budur ki, onu mən fəqirlikdən çıxarım. Onu mən fəqirliyin aradan aparım. Fəqirin müvəqqəti olaraq problemini həll etmə, onun ömürlük problemini həll et. İmam Həsən əleyhissalam tarixdə qeyd olunur ki, bir dəfə bütün varını, dövlətini bir şəxs, ehtiyaclı bir şəxsə bağışladı, onu o problemdən, onu o çətinlikdən xilas etdi. Və bu bir məqamdır, bir fəzilətdir. Gəlin etiraf edək ki, belə bir şeyi etmək hər bir insanın da işi deyil. Yəni, bu çətin bir məqamdır, çətin bir işdir. Bu fəzilətə imza atmaq çətin bir işdir. Yəni, mən bir nəfərin ömürlük problemini həll edim öz pulumu, paramı verməklə, bu mənim üçün çətin bir şey olacaq. Yəni, bu nə deməkdir? Bu deməkdir ki, mən də problemə düşəcəm. Amma İmam Həsən əleyhissalam neynədir? İmam Həsən əleyhissalam bunu bilərək bu işə addım atdı və bütün var dövlətini bir şəxsə bəxş eləməklə, bağışlamaqla onun ömürlük fəqirlikdən aradan apardı. Yəni, onu ömürlük o fəqirlik addan çıxartdı. Bu İmam Həsən əleyhissalamın nə idi? Zahiri olan həmin o imamətinin fəziləti idi. İmam belə bir fəzilətə addım atdı. Və İmam həmçinin də İmam Həsən əleyhissalam digər imamların içərisində səxavəti ilə məşhur idi. Nə zaman onun yanına, təbii ki, o birisi imamların da yanına gələndə kömək edərdilər. Amma daha çox hər bir imam bir şeydə məşhurdur. İmam Həsən əleyhissalam da səxavəti ilə, cömərtliyi ilə məşhur idi. Ehtiyacı olan şəxslərə küllü miqdarda pul bağışlayardı. Və küllü miqdarda pul bağışlamaqla insanları heyran qoyardı. İnsanları, belə deyək ki, insanlarda təəccüb doğurardı imam bu işi görməklə. Bu imamın məqamıdır, bəli, bu imamın zahiri məqamlarından hesab olunur və həmçində qeyd olunur ki, İmam Həsən əleyhissalam ömründə iki dəfə bütün mal dövlətini, mən bayaq bir dəfə dedim, o bir hadisə üçün bir dəfə dedim, amma ümumi nəzərə alanda İmam Həsən əleyhissalam nəinki bir şəxsə, mən onu bir nümunə kimi deyirdim. İmam Həsən ömründə iki dəfə bütün mal dövlətini bağışlayıb insanlara bağışlayıb, fəqirə bağışlayıb. O demək ki, iki dəfə İmam Həsən iki şəxsin həyatını fəqirlikdən xilas edib. Və 3 dəfə isə imam öz mal dövlətinin yarısını Allah yolunda xərcləyib, Allah yolunda insanlara bəxş edib. Bu imamın fəziləti deməkdir. İmamın məlum məsələdir ki, bundan əlavədə elmi var, elmi ilə fəzilətli idi. Bunu hamı bilir, biz imamət məqamı belə qəbul etmişik ki, bir insan imamət məqamına çatırsa, Allahın elmini daşıyır özündə. Elm-i lədunni deyirlər də, Allah yanında olan bir elmdir onda. Və İmam Həsən əgər ikinci bir imamdırsa, Allahın yer üzündə təyin etdiyi imamdırsa, əlbəttə ki, o da Allahın elmini özündə daşımış olur və o elmdə çox fəzilətli bir şəxs sayılır. Bu imamətin bizim imamımızın və xüsusilə bugün İmam Həsən əleyhissalamdan danışırıq, İmam Həsənin fəzilətinin zahiri tərəfi idi. Amma gəlin, imamın fəzilətinin batini tərəfinə də baxaq. Onun bir həqiqətinə, mahiyyətinə baş vuraq. Buna termin olaraq belə deyirlər. Deməli, təkvini imamət. Bir də var, imamın fəziləti təkvini imamətdən doğur. Biri budur, imamın fəziləti onun zahiri tərəfindən doğur. Buna misal dedik.
Bunu danışdıq. İkincisi də budur ki, ikinci şəkildə olan imamın fəziləti onun təkvini imamətindən doğan bir fəzilətdir. O da nədir? Bizim imamlarımız yaradılış etibarilə, yaradılış baxımından Allah üçün ən yaxın bəndələr hesab olunur. Ən yaxın bəndələrdir. Məsələn, Peyğəmbərimizin məşhur, şöhrət tapmış bir hədisi var. Peyğəmbərimiz bir nəfər sahabələrdən gəlir soruşur, ya Peyğəmbər, Allahın ilk yaratdığı şey nədir? Allahın ilk yaratdığı şey nədir? Allah ilk olaraq nəyi yaradıb? Peyğəmbər deyir, Cabir ibn Abdullah soruşur bunu Peyğəmbərdən. Peyğəmbər ona cavab olaraq deyir ki, ya Cabir, əvvəlu ma xalaqallah nuri. Ey Cabir, Allahın ilk yaratdığı şey mənim nurumdur və deyir ki, mənim nurumdan da bütün xeyri yaratdı. Yəni, ey Cabir, siz insanlara nə xeyir gəlirsə, siz Allahdan nə xeyir alırsınızsa, bunların hamısı bizim vasitəmizdəndir. Çünki biz Allaha ən yaxın yaradılış etibarilə, Allaha ən yaxın bəndələrik, Allahın nur baxımından ilk yaratdığı bəndələrik, Allahdan gələn feyz, Allahdan gələn mütləq xeyir birinci bizə gəlir, biz də bizim vasitəmizdən də sizə ötürülür. Və Peyğəmbər də imamlar barəsində hədislərimizdə gəlib deyir ki, nəhnu min nurin vahidin. Biz eyni nurdanıq. Həzrət Əli əleyhissalama da deyir, ya Əli, sən və mən eyni nurdanıq. Yəni, ya Əli, ey imamlar, məndən sonraki gələn mənim övladlarım, insanların imamları, bilin ki, Allahın yaratdığı ilk şey mənim nurumdur, yəni bizik. Biz eyni nurdanıq, vahid bir nurdanıq və bizdən xeyirlər insanlara nazil olur. Və bu İmam Həsən əleyhissalamın məqam cəhətindən, imamətinin o məqamının nə qədər üstün olduğunu, nə qədər fəzilətli olduğunu bildirir. Bilirsiniz nə deməkdir bu? Ümumiyyətlə bunu qeyd edim ki, bəşər bəzən imamət məqamını, bəzi insanlar imamət məqamını dərk edə bilmir. Onlar imamət dedikdə, imamət məqamı dedikdə, onlar düşünürlər ki, yəni imamətin Allahla heç bir əlaqəsi yoxdur. Yəni imaməti Allah təyin etmir. İmam Allah tərəfindən təyin olunur. Yəni Peyğəmbər, əziz İslam Peyğəmbərimizdən sonra səmadan gələn mesajlar ki, yer üzünə səmadan mesaj gəlir. Mən bunu vəhy olaraq nəzərə almıram, vəhyi demirəm. Səmadan gələn mesaj dedikdə təkcə biz vəhyi nəzərə almamalıyıq. Belə deyim, səmadan, göylərdən yer üzünə gələn xeyirlər Peyğəmbərdən sonra sanki artıq bitdi. Sanki artıq bitdi. Sanki insanların göy aləminə, səma aləminə keçid etməsi, o aləmlə əlaqədə olması, ünsiyyətdə olması, rabitədə olması bağlamışdı. Belə bir söhbət yox. Sanki belə düşünürlər. Amma biz imamət məqamını gəlib insanlara bu cür çatdırırıq ki, imam Allah tərəfindən təyin olunan bizim üzərimizdə bir rəhbərdir, öndərdir. Və təbii ki, bu da demək ki, imam hər zaman Allahla bizim rabitəmizi tənzimləyir. Yəni, göylə yerin rabitəsini tənzimləyir, intizama salır. Bugün biz bu etiqaddayıq ki, zamanımızın imamımızı fərq etmir. Bu, hansı məzhəbindən asılı olmayaraq, hansı məzhəbdə olursa o, bütün məzhəb ardıcılları mütəvatir hədislərə əsasən, yəni etibarlı hədisə əsasən, çoxlu nəql olunan hədisə əsasən qəbul edirlər ki, yer üzündə Allahın sonuncu bir xilaskarı var, imamı var, Həzrəti Mehdi sallallahu aleyh, odur ki, o Allahın yer üzündə imamıdır və o yaşayır, diridir. Mənasıdır bu demək ki, bizim imamımız, İmam Zaman əleyhissalam
Allahla bizim rabitəmizin tənzimləyir, bizə kömək olur. Yəni bu gün mən hansısa bir mənəvi işlərlə məşğul oluramsa, mənəvi məqamlarla məşğul oluramsa, bu gün mənim üçün hansısa Allah tərəfindən bir mənəvi aramlıq, mənəvi rahatlıq gəlirsə, bu İmam Zaman əleyhissalama görədir də. Yəni bu İmam Zaman vasitədir ki, həmin o göydən gələn mənəvi xeyirlər bizim üzümüzə bağlı deyil. Bu imamət məqamının təkvini tərəfidir, yaradılış tərəfidir, imamın vəzifəsi odur. İmamətin vəzifəsi odur. İmamət bunun üçündür ki, Allahla insanların rabitəsini tənzimləsin. İmam Həsən əleyhissalam da təbii ki, Allahın təyin etdiyi imamdır və İmam Həsən əleyhissalam adi bir öndər deyil, Allahın təyin etdiyi imamdır yer üzündə və İmam Həsən əleyhissalamın varlığı və yaxud da İmam Həsən əleyhissalam, məsələn, bu günlərin biz danışırıq İmam Həsən əleyhissalam haqqında. Bax, bizim bu danışmağımızda, İmam Həsən əleyhissalam barəsində danışmağımızın özü də bir xeyirdir və bunun özü də bizim mənəvi halımıza, mənəvi durumumuza təsir edir, yaxşı mənada təsir edir. İmamdan danışmaq bu cürdür, imamət məqamı bu cürdür. İmamla danışmaq, yəni mən nə iş görürəm? İmam haqqında danışmanın mənası budur ki, yəni ilahi, mən sənə tərəf gəlirəm, sənin barəndə danışıram. Yəni ilahi, imam ona görə var ki, səninlə mənim rabitəmi tənzimləyir. Mən imam haqqında danışanda, yəni ilahi, sənə doğru gedirəm, sənə tərəf gedirəm. Quranda belə bir ayə var. Həmişə bunu müzakirə edirlər alimlər. Quranda belə bir ayə var, deyir, fəfirru iləllah. Allaha tərəf qaçsın. Belə bir ayədir. Və hədislərdə də qeyd olunur ki, fəfirru iləl Hüseyn. Hüseynə tərəf qaçsın. Quran deyir, fəfirru ilallah. Hədis deyir, fəfirru iləl Hüseyn. Bəziləri bu hədisi, iki dənə hədisi bir-birinə zid görür. Daha doğrusu Quranla və bu hədisi bir-birinə zid görür. Və deyirlər ki, bu hədis düzgün deyil. Niyə? Nə üçün düzgün deyil? Axı Quran deyir ki, fəfirru ilallah. Allaha tərəf qaç. Quran isə, hədis isə deyir ki, İmam Hüseynə tərəf qaç. Quran deyir Allaha tərəf qaç. Hədis deyir Hüseynə tərəf qaç. İmam Hüseynə tərəf qaç. Mən neyim? Bu ziddiyyəti necə həll edeyim? Əslində burada bir ziddiyyət yoxdur. Biz deyirik ki, Hüseynə tərəf qaçmaq, Hüseyn əleyhissalama tərəf qaçmaq, Allaha tərəf qaçmaqdır. Hüseyn əleyhissalam bizi Allaha tərəf aparır. Zaten Allaha tərəf aparır. Hüseyn əleyhissalama tərəf qaçmaq, ondan yapışmaq bizi Allahdan azdırmır, uzaqlaşdırmır, elə Allaha tərəf aparır. Allah deyir ki, mənə tərəf qaçın. Allah ümumi qayda qoydu. Ümumi qayda. Yaxşı, o qaydanın örnəyi nədir? Müxtəlif örnəkləri var. Bir örnək verir. O bir örnəyində, məsələn, biri deyir ki, Hüseynə tərəf gəlmək. Hüseynə tərəf gəlmək o örnəkdir ki, Allaha tərəf getmək. Yəni, həmin o ayəni gerçəkləşdirməkdir. İmam Həsən əleyhissalam haqqında danışmaq örnəkdir ki, nə? Nə üçün örnəkdir? Yəni, ilahi, səninlə mənim rabitəm tənzimlənir. Onun üçün də İmam Həsən əleyhissalamın məqamı, fəziləti, əlbəttə ki, bu təkvini fəzilət olaraq bizim imamımız, İmam Həsən əleyhissalam elə bir fəzilətə malik idi ki, onun fəzilətini bildir. Məsələn, bir nəfər sual verir, İmam Həsənin fəziləti nədir? Heç nə deməyə ehtiyac yoxdur. Elə deyirsən ki, İmam Həsən əleyhissalamın fəziləti imam. Vəssalam. Onun fəziləti imam. İmam olmaq, imamət, yəni elə fəzilət deməkdir. İmamət, yəni ən üstün məqama sahib olmaq deməkdir. Kifayətdir bu. Bu kifayətdir. Quran ayələrini araşdırdıqda, Quran ayələrinə baxdıqda, Quran bizə necə imamət təyin edir? Qurana baxırıq ki, Quran məsələn deyir ki, imamı Allah təyin edir. Quran deyir ki, insanların öndəridir, rəhbəridir. Quran deyir ki, imam yəni məsum olan şəxsdir. Bunu Quran ayələrindən çıxarış etmək olur. Hamısı var. Mən sadəcə vaxt getməsin deyə bir-bir ayələrə girmirəm. Bunlar hamısı gəlir, onu təsdiqləyir. Deməli, imam məsum olmalıdır. Deməli, imam insanların öndəri olmalıdır. Bunların hamısı onu göstərir ki, imamət bir fəzilətdir. Bunun özü bir fəzilətdir.
Daha burada ehtiyac yoxdur. Mən gəlim İmam Həsən əleyhissalamın barəsində fəzilət sayıb. İmam bu fəzilətdədir, bunu eləyir. Onlar hamısı zahiri tərəfdir. Onlar hamısı imamın kiməsə kömək etməyə, yardım etməyə gözəldir, fəzilətdir, onu sayırıq. Onlar zahiri tərəfdir. Onu ola bilər ki, məsələn, hansısa bir şəxs də eləyə bilər. Onda demək ki, imamın fəzilətinə çatdılar. Misal olaraq, bugün mən əgər bütün malımı, misal üçün deyirəm, mənim tutaq ki, yaxşı imkanım var. Mən yaxşı imkanımı başqalarına hamısını bağışlayıram, fəqirə bağışlayıram. O demək ki, mən İmam Həsən əleyhissalamla bərabər oldum. Ona gəlib satdım. Deyirik ki, onlar hamısı zahiri tərəfdir. İmama çata bilməzsən, o fəzilətdə hamıdan üstündür. Nədir onun fəziləti? İmam. Vəssalam. Quranın təyin etdiyi, müəyyən etdiyi imam odur. İmam Həsən o imamətə sahibdir. Sən heç bir zaman o imamətə sahib ola bilməzsən. Niyə? Çünki əvvəlu mə xalaqallah nuri ya Cabir. Allahın ilk yaratdığı şey mənim nurumdur. İmam Həsən də o nurdur. O nurdan biridir. Allahın ilk yaratdığı həm də İmam Həsən əleyhissalamdır. Həm də imamət məqamıdır. Həm də imamdır. Onlardır. Təbii ki, onların məqamına çatmaq olmaz. Çatmaq mümkün deyil. Bu imamın fəziləti idi. Bilmirəm, davam edeyim. Mən düşünürəm ki, imamın fəziləti haqqında bura qədər kifayət edər. Olsun bu açıklayıcı, güzel anlatımınızdan dolayı. Peki hocam bir soru da soracağım. Hazreti Peygamberimizin biliyoruz ki Hazreti İmam Hüseyin ve Hazreti İmam Hasan'a ayrı bir muhabbeti vardı. Bu konu hakkında da biraz bizi bilgilendirir misiniz? Bəli. Hədislərdə məşhur bizim bildiyimiz bir hədis var. Peyğəmbərimiz özü deyir. Peyğəmbərimiz deyir ki, Həsən və Hüseyin cənnət cavanlarının ağasıdır. Bunu yəni Peyğəmbərimiz özü deyib. Məsələn, tarixdə nəql olunur ki, Peyğəmbər onlara İmam Həsənlə İmam Hüseynə xüsusi hörmət edərdi. Peyğəmbər oturardı minbərdə söhbət edərdi, danışardı. Görərdi ki, məscidə Həsənlə Hüseyin daxil oldu. Peyğəmbər onlara baxardı, onlara sevgi ilə baxardı, gözün çəkməzdi. Gözümün nuru gətirərdi, yanında əyləşdirərdi Peyğəmbər. O qədər Peyğəmbər onlara sevgi bəsləyirdi. Peyğəmbər xüsusi, baxın, Peyğəmbərin nəvəsidir. Yəni, digər imamların nisbətdə bunlar Peyğəmbərin nəvəsidir və ilk imamlar hesab olunur, ilk imamlar sayılır. Peyğəmbər onlara xüsusi məhəbbət göstərirdi. Heç bir məzhəb, heç bir əqidə bunu deyə bilməz ki, Peyğəmbər Həsən və Hüseynə əleyhissalamlara məhəbbət göstərməyib, sevgi göstərməyib. Tarix bunu sübut edir ki, Peyğəmbərin onlara xüsusi məhəbbəti var. Sual. Bu məhəbbət nədən qaynaqlanırdı? Gəlin, biraz da məsələni daha dərin araşdıraq ki, bu nədən? Bu adi insani duyğulardan qaynaqlanırdı. İnsani duyğular idi bu. Məsələn, Peyğəmbər xanım Zəhraya hörmət edərdi. Xanım Zəhra gələrdi, Peyğəmbər ayaq üstə durardı, ehtiram edərdi, durardı ayağa. Peyğəmbər gözümün nuru deyərdi, atasının anası deyərdi. Bu Peyğəmbərin hansısa bir insani duyğusu idi. Necə ki, bugün mən övladıma deyirəm ki, gözümün nuru, ona məhəbbət bəsləyirəm, onu sevirəm. İnsanların yanında ona məhəbbət bəsləyirəm. Bu, mənim insani duyğumdur. Bu, mənim atalıq hissimdir. Yəni, babalıq hissimdir də. Bu, mənim öz övladıma sevgimdir. İnsan duyğu. Bu, hamıda var və normalda Allah da bu hissi valideynlərdə yerləşdirib ki, övladlarına o hissi yaşada bilsinlər, yəni o sevgini verə bilsinlər. Peyğəmbər də mi? Əziz Peyğəmbərimiz Həzrət Muhammed sallallahu aleyhi və alihi və səlləm də insani duyğuları ilə məhəbbət göstərirdi İmam Həsənlə İmam Hüseynə. İnsani duyğusu var idi. Cavab, insani duyğusu ola bilər. Peyğəmbərimiz də bir insan idi, bir cismə, bir maddi bədənə sahib idi. Amma Peyğəmbərimiz məşhur bir duası var. Allahümmə arrifni əl-əşya kəməhiyyə.
Səhv etmirəmsə ərəbcəsi belə idi. İlahi, mənə əşyaları, şeyləri, hər bir şeyi olduğu kimi göstər. Peyğəmbər hər bir şeyi olduğu kimi görürdü. Hər bir şeyin mahiyyətini, həqiqətini bilirdi. Peyğəmbərin Həsən və Hüseynə məhəbbət, sevgi göstərməsinin səbəbi, İmam Həsənə sevgi göstərməsinin səbəbi bilirsiniz nə idi? Onun məqamını Peyğəmbər dərk edirdi. Onun imamət məqamını görürdü. Və bilirdi ki, nəvəsi Həsən o məqama sahib olmaqla məcbur olub gəlib sülh edəcək, barış edəcək. Halbuki barış yox, o öndə olmalıdır. Müsəlmanların rəhbəri, öndəri olmalıydı. Amma müsəlmanlar gəlib onu elə bir hala, vəziyyətə çıxaracaq ki, o məcbur olub sülh bağlayır, barış bağlayır. Sizə nə olub ki, Peyğəmbərimizin dili ilə desəm, məsələn, fərz etsək ki, Peyğəmbərimiz burada idi, Peyğəmbərimiz o insanlara müraciət edir. Nə deyərdi Peyğəmbər? Sizə nə olub ki, mənim davamçısım olan, Əlinin davamçısı olan Həsən, onun bu məqamda siz gətirib məcbur etdiniz ki, o sülh bağladı, barış etdi o. Halbuki o sizin öndəriniz olmalıdır. Allahın təyin etdiyi, müsəlmanların təyin etdiyi imam o idi. Sizə nə oldu? Nə baş verdi? Peyğəmbər İmam Həsənin o məzlumiyyətini bilirdi. Bilirdi ki, İmam Həsən o məqama sahib olmasına baxmayaraq, onu gəlib elə bir vəziyyətə çıxaracaqlar ki, o məcbur olub sülh edəcək. Həmçinin İmam Hüseynin məqamının üstünlüyünə baxmayaraq, fəzilətli olmasına baxmayaraq, onu şəhid edəcək. Ailəsini şəhid edəcək. İmamət məqamının belə deyim, imamət məqamı dərk edilmədi. İmamət məqamının qədri bilinmədi. Və sonunda nə oldu? Allahın, Peyğəmbərin özündən sonra təyin etdiyi imamlar ki, hədislərdə də 12 imamların hamısı gəlir, sonda o imam gəlir, öz həyat yoldaşını əli ilə zəhərlənir. Öz həyat yoldaşını əli ilə zəhərlənir. Yəni, imamın başına bu oyunu açırlar. İmamı bu vəziyyətə gətirib çıxardırlar. Bəli, Peyğəmbərin İmam Həsən və İmam Hüseynə və yaxud da Həzrət Əliyə fərq etmir. Məhəbbətinin səbəbi yalnız və yalnız insani duyğusu deyildi. Onların məqamını dərk edirdi, fəzilətini dərk edirdi. Görürdü Peyğəmbər. Hər şeyi olduğu kimi görürdü. Öz sözüdür Peyğəmbərimizin. Deyir, bu gözü bağlayın, qəribə, əcaib işləri görəsiniz. Yəni, mənəvi məqamda olan işləri, mənəvi mənzilətlərə sahib olasınız. Allahın gözəlliklərini dərk edəsiniz. Təəssüf ki, biz müsəlmanlar və yaxud da müsəlmanlar, mən istəmirəm hansısa bir müəyyən bir cəmiyyəti günahlandırım, hansısa bir müsəlman. Ümumiyyətlə deyirəm ki, elə hamımız aiddir bu mənada ki, hərəmiz öz dərəcəmizdə biz müsəlmanlar imamın qədrini həqiqətən bilmədik. Bilmirik. Nə üçün? Dediyim kimi, imamət məqamını dərk edilsəydi, bu hala gəlib çatmazdı. Biz bu gözümüzü bağlayıb, qəlb gözümüzü açmırıq. İmamı qəlblə dərk etmək lazımdır. O qəlb gözünü görmürük. Qəlb gözündən imamın məqamını görmürük. Peyğəmbərin qəlb gözü daim açıq idi. Qəlb gözü daim görürdü. Ona görə Peyğəmbərin İmam Həsənlə İmam Hüseynə məhəbbət göstərməsi Peyğəmbərin həmin o məqamının hörmətinə, yəni Peyğəmbər onların məqamını dərk edirdi, onların məqamının hörmətinə Peyğəmbərdə bir məhəbbət yaranırdı. Məsələn, bir dənə də bunu qeyd edim, sözümü xülasə edirəm. Baxın, belə bir şey var əqaid dərsliyində, Güvən Hoca təsdiqləyər məni. Əqaid dərsliyində belə bir şey var. Sual verilir ki, Allahın ən sevdiyi şey, Allahın ən sevdiyi kəs kimdir? Deyilir ki, cavab olaraq, Allahın ən sevdiyi şey kamaldır. Kamal. Allah özü kamal olduğuna görə, kamil olduğuna görə, kamil olanı da sevir. Çünki özü də kamildir.
Allah Həzrət Muhammed sallallahu aleyhi və aleyhi və səlləmi sevirdi. Məhəbbət var idi. Niyə? Və hamıdan çox sevir. Allahın ən sevimli bəndəsidir Həzrət Peyğəmbər. Niyə? Çünki Həzrət Peyğəmbər əfzəlun nasdır. İnsanların ən fəzilətlisi idi. Ən kamili idi. Ona görə Allahın sevgisi ona yönəlirdi. Peyğəmbərimiz İmam Həsənlə İmam Hüseynin məqamını, kamilliklərini, hansı kamala malik olduqlarını görürdülər. Ona görə Peyğəmbərdə istər-istəməz onlara qarşı məhəbbəti var idi, sevgisi var idi. Kamalın kamala məhəbbət olar. Amma naqis gəlib naqisi sevər. Kamil olmayan gəlib kamil olmayanı sevər. Siz görmüsünüzmü tarix boyu kamil olmayan, belə deyək, insanların ən aşağı olanı, fəzilətli bir insanı sevə bilsin? Bunu görmüsünüz? Görməmişik. Əksinə biz görmüşük ki, pis insanlar, nadan insanlar nadanla dost olur. Nadan insana sevgisini göstərir. Çünki özü də nadandır. Amma kamil insan nə edir? Kamil insanın həmişə məhəbbəti kamil insana olar. Başqa bir kamala olar. Peyğəmbərimizin bu məhəbbəti onun o kamalından doğurdu. Kamala bir maqnitdir. Bilmirəm, türkcə maqnit deyirlər sizdə yoxsa yox. Yəni çəkir, kamal kamalı çəkir. Dəmir dəmiri çəkər. Peyğəmbər kamal olduğuna görə, İmam Həsən kamal olduğuna görə onun kamalı Peyğəmbərin məhəbbətini çəkirdi. Özünə tərəf çəkirdi. Baxın, Peyğəmbərin məhəbbəti, sevgisi İmam Həsən, İmam Hüseynə olan məhəbbəti bu cürdür. Buna görə idi. Bu qədər. Gerçek makamını idrak eden kullarından etsin inşallah. Hocam, İmam Hasan barışı temsil ediyor. Elbette bütün Ehl-i Beyt imamları barışı temsil eder. İmam Hasan'ın hayatı boyunca barışı temsil etmesiyle alakalı biraz bu konuyla bahsedebilir miyiz? İmam Həsən ümumi olaraq belə qeyd edək ki, imamlarımız, 12 imamlar hamısı müəyyən bir dövrdə yaşayıb və hərəsinin öz dövrünün tələbatı olub. Məsələn, İmam Hüseyn əleyhissalamın tələbatı, dövrünün tələbatı nə idi? Qiyam etmək. O qiyam etməli idi. Onun vəzifəsi qiyam etmək idi. Məsələn, İmam Sadiq əleyhissalamın vəzifəsi nə idi? İmam Sadiq əleyhissalamın vəzifəsi tədris, təlim. Bu idi. İmam Sadiq əleyhissalam tədris, təlimlə məşğul olmalı idi. Onun boynunda olan vəzifə o idi. Bəzən tarixi düzgün araşdırmayan düşünəcək ki, İmam Hüseyn şücaətli idi, amma İmam Sadiq elmli idi. Belə düşünəcək. Düzgün təhlil edə bilməyən. Əstəğfurullah. Düzgün təhlil edə bilməyən gəlib deyə bilər ki, İmam Həsən əleyhissalam qorxdu. Əstəğfurullah. Belə deyə bilər. Amma bu yanlış bir şeydir. Tamamilə yanlışdır. Çünki bütün imamlar eyni vəzifənin daşıyıcısı idi. Və bütün imamların addımları hərəsi öz dövrünə uyğun addım atıb. 250 yaşlı bir insan idilər bunlar. 12 imamın hamısının yaşını bir araya toplasaq, təqribən 250 il olur. Yəni, bu imamlar elə bil ki, hamısı vahid bir insan idi. Sadəcə olaraq 250 yaş var idi. 250 il yaşadı. Və 250 il ərzində bəzən məcbur oldu, qiyam etdi dövrünün tələbinə görə. Bəzən məcbur oldu, çəkildi bir güşəyə tədris etdi dövrünün tələbinə görə. Hətta bəzən məcbur oldu zalim hakimiyyətinin vəliəhdliyini qəbul etdi, məsələn İmam Rıza əleyhissalam, dövrünün tələbinə görə. Bu imamların bütün bu addımları elə bir ki, bir insanın müxtəlif dövrdə müxtəlif rəftarları idi. Tələblərinə uyğun rəftarları idi. Yəni dövrün tələblərinə uyğun. Nəinki bir imam şücaətli idi,
Bir imam qorxaq idi. Nəuzubillah. Bir imam elmli idi. Bütün imam elmli idi. Bütün imam şücaətli idi. İmam Həsən İmam Hüseynin dövründə olsaydı, İmam Həsən qiyam edərdi, İmam Hüseyn sülh edərdi. İmam Həsən İmam Sadiqin dövründə yaşasaydı, onun yerində olsaydı, o dövrün tələbinə görə İmam Həsən təlim tərbiyə edərdi, tədris edərdi. İmam Sadiq isə neyniyərdi? Sülh edərdi, barış edərdi. Yəni bu dövrün tələbatına görədir. Belə deyil. Hərəsinin öz xasiyyəti var, hərəsinin öz istəkləri var. Xeyr, bütün bunlar hamısı Allahın iradəsini yerinə yetirir. Allahın istəklərini yerinə yetirir. Amma dövrün tələbatı dəyişkən ola bilir. İmam Əlinin, Həzrət Əli əleyhissalamın şəhadətindən sonra İmam Həsən minbərə qalxır. Nəql olunur tarixdə. Həzrət Əli dünyasını dəyişir, onu şəhadətə çatdırırlar. İmam Həsən gəlir məsciddə minbərə qalxır. Və minbərə qalxıb Küfə əhlini hamısını ayağa qaldırır. Ayağa qaldırır və onlara ümmət üçün imam olaraq beyət etmələrini istəyirlər. Peyğəmbərin xəlifəsinə beyət etmələrini istəyirlər. Və bütün imamlar, bütün insanlar İmam Həsən əleyhissalama beyət edirlər. Yəni Həzrət Əli dünyasını dəyişdi və sonra İmam Həsən onun yerinə imamət olaraq imam məqamına gəlib çatır və beyətə çağırır. Hamısı gəlir beyət edir. Amma təəssüf ki, tarixin belə deyim, acınacaqlı bir gedişatı həmişə var. Həmişə var. O da nədir? İmamları və yaxud Allah övliyasını, Allah vəlilərini tərk etmək. Allah vəlilərinin yalnız qalması. 6 aydan çox çəkmir, İmam Həsən əleyhissalamı tərk edirlər. Beyət edirlər, 6 aydan sonra çəkmir. Və təbii ki, İmam Həsən əleyhissalamda şəraitə baxır. Bütün bu şəraitlərə baxır, hesab kitab edir. Muaviyə fürsətdən istifadə edərək bilir ki, İmam Həsən gəlib xəlifə olacaq. Muaviyə neynir? Müsəlmanları öz ətrafına yığır, başçılığını ələ alır, onlara özünü öndər təyin edir. Böyük bir qoşunla hərəkət edir İmam Həsən tərəfə və İmam Həsən əleyhissalamı təslim olmağa məcbur edir. Təslim olmağa məcbur edir. İmam baxır ki, bunun sülhdən başqa bir yolu qalmır. Sülhdən başqa bir yolu yoxdur. Yəni, ətrafında kifayət qədər insan yox və yaxud da ətrafında lazımlı insan yoxdur. Lazımlı. Əqidəsi möhkəm olan insan yoxdur. Mənəviyyatı möhkəm olan insan yoxdur. Hətta qeyd edirlər ki, İmam barış etməkdən başqa bir çıxış yolu tapmır. Muaviyə ilə sülh müqaviləsi bağlayır və belə deyək ki, mən düzdür o tarixi məsələyə təfərrüatına varmaq istəmirəm. Çünki vaxtımız gedəcək ilə üstündən tez-tez keçirəm. Xülasə edeyim ki, gəlir sülh edir, bəzi məcburiyyətdən sülh edir və təbii ki, sülhdə də bir neçə şərtlər qoyur. İmam Həsən əleyhissalam bir neçə şərtlər qoyur. O, məsələn, şərtlərdən biri, bir neçəsini sayıram, sülh müqaviləsinin bəndləri belə olur ki, misal üçün, Muaviyə məktub yazır, deyir ki, Həsən İbni Əli hakimiyyəti və bütün işlərin başçılığını Quran və Peyğəmbərin prinsiplərinə uyğun şəkildə idarə etmək şərti ilə Muaviyyəyə təslim etsin. Yəni, mən bu hakimiyyəti sənə təslim edirəm, sülh bağlayıram, amma sülhümün şərti var. Birinci şərt budur ki, sən mənim kimi hakimlik etməlisən, Quran və Peyğəmbərin sünnəsinə əsasən. İkinci şərt nə deyir İmam Həsən o məktubda, sülh məktubunda ikinci şərt nədir? Xilafət Muaviyyənin ölümündən sonra Muaviyyə öləcək, ondan sonra xüsusi haqla İmam Həsənə verilsin. Yəni, gəlib mənə çatmalıdır. Birdən mənə çatmasa, mən hakimiyyəti verdim sənə, sülh bağladım.
Sən ölsən mənə çatmalıdır, qaytarmalısan. Birdən mənə çatmasan, yəni mən dünyadan geçsəm, onda xilafət Hüseynə, qardaşım Hüseynə çatacaq. Və üçüncü bənd nədir? Minbərlərdə və ya başqa yerdə çox təəssüf. İmam görün nə məcbur olur yazmağa. Minbərlərdə və ya başqa yerlərdə Atam Əliyə qarşı söylənilən pis sözlər, söyüşlər dayandırılmalıdır. Bunların hamısını dayandıracaqsın. Bunu Muaviyə deyir. Sonra başqa Küfədə olan başqa bir bənd, Küfədə olan Beytülmala aid olan 5 milyon həmin xərclənməsi İmam Küfənin nəzarəti altında olur. Yəni mənim nəzarəti altında. Və sakin. Bu bəndləri gətirir, amma bu bəndlərə əməl olunurmu? Muaviyə buna əməl edirmi? Təbii ki, əməl etmir. Əməl etmir. Hətta iş o yerə gəlib çatır ki, Muaviyə öz oğlu Yezidi hakimiyyətə qoyur özündən sonra, iş gətirir Kərbəla hadisəsini doğurur. Kərbəla hadisəsi baş verir. Bəli, imam sülh etdi. İmamın vəzifəsi orada idi. Allahın istəyi orada idi ki, sülh etsin. Çünki imamın kifayət qədər ordusu mu deyim, imamın kifayət qədər köməyi yox idi. Bu da imamın sülhü barəsində qısa məlumat idi. Elbrus hocam, cevabını biliyorum da istiyorum sen söyle. Yani soruya ne cevap vereceğini çok iyi biliyorum. Şimdi biz seninle bir sözleşme yapsak, bir akdname, bir sözleşmemiz olsa ve oraya bir şart koysak. 5 şart, 8 şart, 10 şart ve ilk şartı da bir sözleşme yaptık. Sen bir şart koydun, o şartla anlaştık, imzaladık. Ben o şartı yerine getirmediğimde ilk şartı direkt, o buyurdunuz ya, Kur'an ve sünnete göre hükümet edecek. Muaviye'nin de Kur'an ve sünnete hükmetmediğini biz biliyoruz. İmam Hasan Ağa da takdir edersin ki o da biliyordu zaten. Muhtemelen diyorum, bu benim yorumumdur. Şu cümle benim yorumumdur. İmam Hasan onu bilerek oraya koydu. Bunun icbari, zorlu bir anlaşma olduğunu biliyordu. O şartı da koydu. Şimdi sorun şu. Biz bir sözleşme yaptık. Ben de şarta uymadım. Otomatikmen aslında bu sözleşme, sizin bana verdiği aramızdaki sözleşme iptal oluyor. Yani siz artık o hilafeti teslim etmek istemiyorsunuz. Ama hilafeti de gasp ettiğim için, hilafeti aldıktan sonra sözleşmeye uymadığımdan dolayı İmam Hasan'ın rızasıyla bu işin olmadığını düşünüyorum ben. Siz de öyle mi düşünüyorsunuz? Evet, tamamıyla bu. Yani eğer sen şarta kabul etmezsen, ilk şartta Bismillah vazgeçersen, demek ki biz buradan bunu anlıyoruz ki artık sen bu sözleşmeye uymuyorsun. O yüzden İmam Hasan Ağa'nın mazlumiyeti İmam Hüseyin Ağa'dan az değil diye düşünüyorum ben. Allah razı olsun. Ağzına sağlık. Çok güzel açıkladın. Bu sohbetlerin arasında bir cümle de bize de ders olsun. Zamanın imamını yalnız bırakmak, tanıyamamak, derk edememek, onun makamını bilmemek diye buyurdun ya kıymetli hocam. Bizde bir söz var. Şapkamızı önümüze koymak. Bu şapkamızı önümüze koymalıyız da biz de İmam-ı zamanımızın imamını ne kadar tanıyabildik, ne kadar tanıyoruz, ne kadar derk ediyoruz, ne kadar onun yolunda çalışabiliyoruz. Allah senin gibi sesleri, nefesleri, senin gibi güzel alimleri, bu Ehl-i Beyt programının adı da o yüzden Ehl-i Beyt coğrafyasıdır. Bu coğrafyadan eksik etmesin, sayını arttırsın inşallah. Senin gibi nice alimlerimiz olsun. Allah dünyasını değişen üstadımız Hacı Şahin'e rahmet eylesin. Bizim Zeynebiye'deki üstadımız Hamit Turan'a rahmet eylesin. Amin. O gibi değerler, inşallah onların yolu senin gibi üstadlar devam edildikçe yaşayacaktır. Allah bizi İmam-ı Zaman'a layık ümmetten etsin. İnşallah imamı tanıyanlardan oluruz diyorum. Ağzına sağlık, yüreğine sağlık. Ağzınıza sağlık hocam. Varken programı bitirmek istemiyorum. Yalnız kısa bir araya gideceğiz hocam. Size çok teşekkür ediyorum. Allah razı olsun. Allah ilminize bereket versin. Sağ olun. Çok sağ olun. Siz de sağ olun. Ben o zaman çok sağ olun.
Allah elimizə bərəkət versin. Allah var etsin seni. Baş tacısın. Teşekkür ediyorum. Amin. Hacım. Evet değerli izleyiciler, kısa bir araya gideceğiz. Daha sonra Güven hocamızla programımıza devam edeceğiz. Evet değerli Ehlibeyt dostları, kısa bir aramızdan sonra tekrar sizlerle birlikteyiz. Elvurus Kerimov hocamız bizlerle birlikteydi. Kendisine teşekkür ediyoruz bir kez daha. Allah razı olsun. Şimdi stüdyo konuğumuz Güven Dumanlı hocamızla devam edeceğiz. Hocam tekrar hoş geldiniz diyeyim. Hoş bulduk tekrar. İmam Hasan'ın makamı ve hayatından kesitler ve hadislerinden bize bilgi verebilir misiniz? Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammedin ve ala Muhammed. Teşekkür ediyorum öncelikle bu güzel sunumunuzdan dolayı. Biz teşekkür ederiz. Elbrus hocamıza da tekrar buradan televizyon vasıtasıyla teşekkür edelim. Güzel bilgilerinden, güzel ve hoş sohbetinden faydalandık hep beraber. Kendisi bu Ehl-i Beyt Coğrafyası programının ilk konuydu aynı zamanda. Yani ilk programımızda da konuğumuz Elbrus hocaydı. İnşallah yine onun bereketiyle programımız gittikçe diğer alimlerimiz ve hocalarımızdan da faydalanarak artmaya devam edecektir. İnşallah Rabbim bizi bu yolda muvaffak eylesin. Bu coğrafyada tüm Ehl-i Beyt coğrafyasındaki alimleri, bilginleri, görüşleri inşallah buradan aktaracağız ki izleyenlerimiz de Ehl-i Beyt coğrafyasındaki bu Ehl-i Beyt'in sedasını Kanal 12 aracılığıyla duyabilsinler. Yine bu vesileyle Kanal 12'nin bağışçılarına, destekçilerine, yöneticilerine ve tüm çalışanlarına, emektarlarına teşekkür ediyoruz. Bizlere açtılar kanallarını. Bizler de hamdolsun elimizden geldiğince bir şekilde dilimiz döndüğünce bildiğimiz kadarıyla Kanal 12'nin misyonuna uygun, Zeynebiye Hareketi'nin ve liderinin misyonuna uygun elimizden geldiğince anlatmaya çalışıyoruz. Ehl-i Beyt'in hakkaniyetini, Allah'ın kelamını, Nebi'nin mesajını konuşuyoruz burada. O Allahu Teala'nın güzel peygamberi, kainatın en şereflisi, yaratılmışların en üstün olan Resul-i Ekrem sallallahu aleyhi ve aleyh. Onun biricik kızı Fatıma-tü Zehra selamullahi aleyha, halifesi, vasisi, kardeşi, amcaoğlu, damadı, yar yaveri, yardımcısı Emir el-Müminin Ali aleyhisselam. Bu iki kutsal şahsiyet Hazreti Zehra ve Hazreti İmam Ali'nin güzel bıraktıkları evlatları var bizlere. Bu televizyondan sürekli onları anlatıyoruz, anlatmaya çalışıyoruz, anlatacağız da ki insanlar o güzel şahsiyetlerin bizlere öğütlediği doğruluğu, dürüstlüğü, erdemi, hakikati, haklılığı ve etiği hepimiz anlayabilelim. Nedir o şahsiyetler, kimlerdir? Birincisi İmam Hasan aleyhisselam, Hasan-ı Muçtaba, Nüceba, Seyyid-i Nüceba, Neciplerin, soyluların efendisi. Evet. İkincisi Seyyid-i Şehda İmam Hüseyin aleyhisselam. Ve üçüncüsü de Hazreti Zeynep-i Kubra selamullahi aleyha, Kerbela'nın mesajının tamamlayıcısı. İmam Hüseyin şehitlerin şahı, İmam Hasan da hem Neciplerin, soyluların, efendilerin efendisidir. Aynı zamanda herhalde bu sözüme karşı çıkan olmaz diye düşünüyorum. İmam Ali şah-ı velayettir. Velayetin imamların şahıdır, imamıdır. İmam Hasan Ali evladının ağasıdır. Ali evlatlarının en büyüğü, Eyvallah. en üstünü İmam Hasan'dır. O yüzden evladı Ali'nin ağasıdır İmam Hasan ağa. Allah Eyvallah. bizi İmam Hasan'a inanan, onun yolundan gidenlerden eylesin, ona layık eylesin inşallah. Amin. Rabbim bizi İmam Hasan Aleyhisselam'ın yolundan ayırmasın. Mübarek Ramazan ayındayız.
Sahur programlarından bahsediyoruz zaten. Camilerimizdeki sohbetlerimizde yine tüm alimlerimiz bahsediyorlar. Başı rahmet, ortası mağfiret, sonu da ateşten kurtuluş, berat olan bu mübarek ayda, bu ayın ortalarında İmam Hasan'ın doğum günü var. Bir yorum, acaba Resul-i Ekrem ortası mağfiret diyorken belki de bizi İmam Hasan Ağa'nın doğum gününe, İmam Ali'nin şehadetine, Kadir gecelerine, İhya gecelerine, Hazreti Hatice'nin vefatına buralarda yönlendiriyor olabilir mi? Düşünüyorum. Kendi kendime soruyorum bunu. Mağfiret, bağışlanma, günahlarımızın ve hatalarımızın ve yaptığımız her yanlışın bağışlanması bu ayda bizim elimizdedir. Bir şeyde bir bağışlanma alabilmek için, o beratı alabilmek için, bu bağışlanmadan faydalanabilmek için bizim kendimize bir kılavuz, bir olgu, bir önder tayin etmemiz lazım. Hangi yolu izleyeceğiz, hangi yolu gideceğiz, hangi mesiri, hangi çizgide, hangi doğrultuda gideceğiz, bunu teşhis etmemiz lazım. Hamdolsun Allahu Teala bizi bu teşhiste zor durumdan kurtarmıştır. En doğru yolu ve en güzel yolu, Allah'ın yolunu yaşayan ve yaşatan imamlarımız, peygamberlerimiz vardır. Allahu Teala Nebi-i Ekrem Aleyhisselatü Vesselam'ı ve onun pak ehli beytini göndermiştir ki biz onlardan bir olgu alalım. Onların hayatına bakarak, onları örnek alarak yolumuzu teşhis edelim, belirleyelim ve o yolda, o doğrultuda ayağımız şaşmadan yürüyüp gidelim, devam edelim inşallah. Bu sebepledir ki biz bu mağfiretten faydalanmak istiyorsak, biz bağışlanmak istiyorsak, biz günahlarımızın silinmesini istiyorsak, bu mübarek Ramazan ayı ki rahmet ayıdır, bu ayın kurallarına uyacağız. Allah'ın bizlere verdiği, Nebi'nin ve Eyme Yatar Aleyhisselam'ın bizlere ilettiği bu kuralları, bu emirleri yerine getireceğiz. Ve bununla beraber biz o imamlarımızın yaşadığı gibi yaşamalı, onları iyi anlamalı, algılamalı ve hayatımıza da geçirmeliyiz. İmam Hasan Aleyhisselam da bizim bugünlerde ki İmam Hasan'ın doğum günüdür. Biraz izleyelim, bakalım nasıl bir yol gitmiş, nasıl bir yaşam sürmüş. Bugün bizler bu televizyon programlarında, camilerimizdeki, salonlarımızdaki tüm programlarda, yazdığımız kitaplarda, makalelerde, şiirlerimizde, mersiye ve metiyelerimizde İmam Hasan'ı anlatıyoruz. Neden anlatıyoruz? Onlardan bir şeyler öğrenip hayatımıza geçirmek için. Eğer biz burada konuşuruz, saatlerce, günlerce konuşuruz, yine eksik anlatırız. Eyvallah. Yine de hakkını veremeyiz. Tüm alimler, ulema hepsi toplansın, her mezhepten herkes birleşsinler, kitap yazsınlar. İmam Hasan'ı yine hakkıyla anlatamazlar. Tamamıyla anlatamazlar. Ama bu sohbetlerin, bu programların, bu kitapların, bu külliyatın ve onların bıraktığı bu yol ve feda ettikleri bu şeyler ne zaman bunların hakkını verebiliriz? En azından öğrendiğimizin ne zaman hakkını verebiliriz? O şahsiyetin bize öğütlediği şeyleri hayatımıza yerleştirdiğimiz zaman. Eğer bizler bugünlerde İmam Hasan Aleyhisselam'ı konuşuyoruz, İmam Hasan'dan güzellikler almazsak, onun bize öğütlediği şeyleri hayatımıza eklemezsek, davranışlarımıza eklemezsek ve bundan sonra Hasani bir yaşam tarzını benimsemezsek, sadece andık, anlattık, geçtik, o zaman hakkını verememiş oluruz. Korkarım ki biz İmam Hasan'ın, İmam Hüseyin'in, Hazreti Ali'nin, Hazreti Fatıme'nin ve pek tabii Hazreti Muhammed Efendimizin, ona ve Ehl-i Beytine selam olsun, onların bizler için harcadığı şeyin karşılığını biz veremeyebiliriz. Her Müslüman, her mümin kendinden sorumludur. Önce kendinden sorumludur.
Biz kimsenin Muhammedi oluşunu, Alevi, Fatimi, Haseni, Hüseyini, Zeynebi, Mehdevi oluşunu biz önce yargılamayalım. Önce kendimize bakalım. Ben ne kadar Haseni bir hayat yaşıyorum. İmam Hasan'ın bu günlerinde, İmam Hasan'ı ki anıyoruz. Hakikaten bende İmam Hasan'dan bir esinti var mı? İmam Hasan'ın kokusu geliyor mu? Mesela siz lütfettiniz. Dediniz ki Caferi alimi Güven Dumanlı. Ben acaba ne kadar Caferiyim? Ne kadar İmam Cafer-i Sadık'ın eseri benim üstümde vardır. Onun yolunun eseri benim üstümde vardır ki bir de onun alimi olayım. Bu konuda kendimi sorguluyorum ben. Herkes de bu konuda kendini sorgulamalıdır. Bizler günlük yaşantımızda, dışarıda, iş hayatımızda, okul hayatımızda, aile hayatımızda, komşularımızda yani sosyal hayatımızda genelde bizlere ne diyorlar? İşte güven Caferi'dir. Hep bu şekilde adlandırıldık. Herkesin demeyelim de birçoğunun işte inancıyla çağırırlar. Derler ki evet bu şu inanca mensuptur. Bu Şafii'dir, bu Hanefi'dir, bu Alevi'dir, bu Caferi'dir gibi. Birine bu Hristiyandır, bu Yahudidir de diyorlar. Biz neyi temsil ettiğimizi de bilmemiz lazım. Birileri bugün Müslümanların canına kasteden birileri kendi inançlarını, Siyonistlerden bahsediyorum. Bu batıl inançlarını öyle benimsemişler ve o batıl inançlarının kendilerine dayattığı o batıl düşünceler, Siyonizmden bahsediyorum. Siyonizmin bu batıl ve zalim düşüncelerini o kadar benimsemişler ki, o kadar da iyi reklamını yapıyorlar ki bununla alakalı devlet kurmuşlar. Diğer devletlerin işlerine karışıyorlar, özgürlüklerine karışıyorlar. Siyonizm adına, yani Siyonizm bir hakaret değildir aslında. Bizim için evet hakarettir. Bizde nasıl Yezid hakaretse, evet, Siyonist demek de hakarettir. Onlar bunu hakaret olarak algılamıyor. Onlar kendileri evet biz Siyonistiz diyorlar. Evet. Ziyonist. Yani onlar bunu benimsiyorlar. O yolun yolcularılar zaten. Evet. Ve görüyoruz ki uluslararası ülkeler arasındaki bürokrasilerinde güçlenmişler, televizyonlarında güçlenmişler, mecmualarında, yazılı çalışmalarında, görsel çalışmalarında güçlenmişler ve bizim hiç mesela fark etmediğimiz bir film açıyoruz. Biz bir işte aksiyon filmi açıyoruz veya bir fantastik bir film açıyoruz. Bakıyoruz içinde Siyonizmin emellerine hizmet eden subliminal mesajlar var, sözler diyaloglar var. Bu şekilde işliyorlar. Her yere sızmışlar bu batıl yolla. Ve ben Siyonistim diye gururla bunu söylüyor. Biri diyor ki ben evangelistim. Ve bu insanlar devlet yönetiyorlar artık. O kadar da taraftar toplamışlar. Birileri eğer bunları devletin başına getirtiyorsa demek ki takipçileri, taraftarları var ki getirtiyorlar. Bunlar bunu gururla söylüyorlar ve bence emellerine de hizmet ediyorlar. Yani kendi temsil ettikleri yeri, Siyonizmi, evangelizmi de çok iyi temsil ediyorlar. Hakkını veriyorlar. Biz de şunu soralım. Bizim Peygamber Efendimizin, bizim Şah Velayet İmam Ali'nin, İmam Hasan'ın, İmam Hüseyin'in yolunda bir yanlışlık mı var ki biz onların yolcusu olduğumuzu, o yolun temsilcisi olduğumuzu diyoruz ama yeterince görüyoruz ki kabuliyet konusunda da, makbul olma konusunda da herkese bence hala hakkıyla yeterince cevap veremiyoruz. O yüzden bir Caferi, bir Alevi, bir Müslüman, bir Muhammed ümmeti, kendine Muhammed ümmetindenim diyen her Müslüman, her iman eden kişi Hz. Muhammed Mustafa'nın ve İmam Ali'nin, Hz. Fatıma'nın, o has sahabelerin, peygamberin yaverinin yolundan gitmeli, yolu iyi temsil etmeli, onlardan öğrendiğini hayatına koymalı ki insanlar da görsün bak bu yol güzel bir yol desin. Bu kim? Bu Müslüman, Muhammed'e inanıyor. Bak ne kadar güzel bir insan desin. Kendini yani kendinde o Muhammed'in yolunu, o İslam yolunu bir hoş şey bıraksın, bir etki bıraksın kendinde. Ve desin ki aslında güzel bir şeymiş. Belki bir araştırmasına vesile olacak. Belki onun imanına da vesile olacağız. Müslüman birbirinin kanına girince, Müslüman
İki tarafta Allahu Ekber diyerek, slogan atarak birbirinin canını boğazlayınca o da diyor ki işte Müslüman. O da Allahu Ekber diyor. Öldüren de Allahu Ekber diyor. Ölen de Allahu Ekber diyor. O da tekbir getiriyor. Kelime-i şehadet getiriyor. Ölen de kelime-i şehadet getiriyor. Düşünebiliyor musunuz? Aynı sözü söylüyorlar. Aynı sloganı söylüyorlar. Aynı kıbleye secde ediyorlar. Aynı kitaba inanıyorlar. Aynı dinin mensuplarılar. Aynı peygambere inanıyorlar. Ama birbirlerinin canına girmişler. Birbirlerini boğazlıyorlar. Aynı sloganla. La ilahe illallah diyerek. Muhammed Resulullah diyerek. Bu doğru bir şey midir? Kardeş sen birini boğazlıyorsan bir dünya makamı için bir bölgeyi bilmiyorum bir devleti kontrol etmek için o la ilahe illallah'ı ağzına alma. Neyse emelin onu söyle. Ama ne yazık ki bunlar diyorlar ki işte dini herkes yorumlayınca her yerinden kalkan din yorumlayınca diyor ki hayır Allah zaten bunu istiyor. Biz burada şu hareketi yapalım. Bu gidişatı gidelim. Peygamber zaten bizden bunu istiyor. Bu Kur'an zaten bizden bunu istiyor diye yorumluyorlar ve işte bugünlerde gördüğümüz o kötü görüntüleri görüyoruz. İnsan üzülüyor ya bu mübarek Ramazan ayında. Yakışır mı bir Müslümana ya? Ben bunların yani ya imanları yok ya akılları yok. Bu kadar olamaz yani. Bu kadar olamaz. Bu kadar acının yıllardır acının geçtiği topraklarda insanlar canlarını veriyor. Zaten her ülke oraya bir bomba atıyor. Aşağıda Siyonist ülke ve destekçileri. Bir de o havadan attı, o çekildi durdu ki bir tarafını da işgal etmiş. Şimdi sen de birbirine silah üzerinden savaşıyorsun. Yani biz kimin ümmeti olduğumuzu bilmemiz lazım. O yüzden Muhammedi, Alevi, Fatimi, Haseni, Hüseyini, Zeynebi olanlar dikkat etmeliler. Dini kimse kendine göre yorumlamamalı. Eğer herkes yerinden kalkan dini yorumlarsa, bu dini ben yöneteceğim, ben devam ettireceğim, bu dinin hakkını ben biliyorum, ben hakkını verebiliyorum derse her yerinden kalkan, işte kim gibi olur? Muaviye gibi. Muaviye, vahiy katibi falan diyorlar. Zaten onun yalan olduğunu biz defaatle söyledik burada. Muaviye Ebu Süfyan'ın oğluydu. Yezid'in de babası. Hind'in oğlu. Bu Muaviye öyle bir yere geldi ki Mekke fethedildikten sonra korkularından Müslüman oldular. Resul-i Ekrem de onlara ente muttelaga dedi. Kovdu gönderdi. Azat edilmiş köleler. Çok geçmedi aradan Hazreti Ali'ye karşı paralel bir devlet kurdu. Aynı bizim ülkemizde de bir paralel devlet vardı ya bir dönem. Ne kadar başımıza bela olmuştu. Ne kadar insanımız kayboldu. Canını verdi. Ne kadar ülkemiz geriye gitti. Evet. Ne kadar devletin dairelerine adamlarını soktu da yargımızda, basında, yürütmede, emniyette, askeriye, orduda hepsinin içinde bir sürü çürük çarık kendi zihninde yetiştirdiği paralel devlet unsurları vardı. Hamdolsun temizleniyor. İnşallah bitecektir. Kökleri de kuruyacaktır. Uyuyan hücreleri de defolup gidecektir bu topraklardan. Muaviye tam olarak aynısını yaptı. Yani Müslümanlığı sözde, Müslümanlığı ne zaman? Mekke fethedildikten sonra. Yani her şey bitti, her taraf bitti. Mekke de fethedildi. Tamam Müslüman oluyoruz deyip Müslüman oldular. Bir kere yani son ana kadar Firavun gibi son ana kadar beklediler. Bu Muaviye gün geldi Hazreti Ali'ye karşı geldi. Hazreti Ali, İmam Ali ilk Müslüman olan Safa Tepesi'nde Peygamber Efendimizin kendine vasi ve halife tayin ettiği, daha hiç akrabalara yeni açıklıyorken peygamberliğini. Peygamber Efendimiz hicret ettiğinde Leyletül Mebit dediğimiz gece yatağına yatıp canını feda eden. Daha ortada bakın devlet yok, bir şey yok, ordu hiçbir şey yok. İlk cihat orada Hazreti Ali ölüm yatağına yatmış. Hiçbir şey yok. Dünyavi hiçbir beklenti yok ki orada. Henüz daha hiçbir şey kurulmamış. Evet.
Bu İmam Ali. Hangi İmam Ali? Bedir'de o genç yaşlarında meydana gidip o meşhur filmde de o sahneyi görüyoruz ya. Zülfikar'ını çekip düşmanı haklayan Ali. Hangi Ali? Uhud'da. Bizimkilerden de birçoğunun kaçtığı savaşta gücü yetmedi, kaçtılar, korktu. Ne yapalım şimdi, ne diyelim? Gücü yetmeyince kaçtılar. Hazreti Hamza'nın şehadetinden sonra da bir çözülme de olmuştu. Muhtemel de olması zaten. O savaşta peygamberi terk etmeyip peygamberin yanında olan. Hendek Savaşı'nda Amr bin Abdüvet Hendek'in bu tarafına geçip Peygamber Efendimiz'e, ashaba hakaret ederken, İslam'a hakaret ederken, herkes oturup başını aşağı salmışken yine genç yaşlarında meydana gidip onu yere serip o savaşı kazandıran Ali. Hangi Ali? Hayber'de yine bu Siyonist Yahudilerin kalesiydi. İnşallah aynısı başlarına gelecek. Haydariler o kaleyi yıkacaklar. İşte 2 günde gittiler. Bizim komutanlar geri döndüler, alamadılar. İmam Ali ki rahatsızdı. Meselesi uzundur. Vakitten fazla almayayım, zaten programın sonuna da geldik. Hazreti Ali gider o Hayber'i fetheden de, Siyonistleri burnunu yere süren de İmam Ali. Bu İmam Ali'ye karşı bu Muaviye geldi, dedi ki yok, ben yöneteceğim. Türlü oyunlar, kirli tuzaklar, üçkağıtçılıklar, o kadar kötü ve kalleşçe politikalarla, iç savaşlarla Hazreti İmam Ali'nin 5 yıllık hilafetini ne yazık ki sürekli sabote etti. Ondan sonra İmam Hasan Aleyhisselam'a Kufeliler de biat etmiştiler zaten. Zaten kendisi Medineliydi. Aynı zamanda Kufe'de yaşıyordu. Herkes de ona biat etmişti. Bu sefer İmam Hasan'la savaşmaya başladı. O yüzden biz şunu soracağız kendimize. Biz Hasani miyiz yoksa Emevi miyiz? Muaviye'nin yolundan mı gidiyoruz? Buna bakacağız. Bunu bilerek, bunu düşünerek Hasani bir yaşam benimseyeceğiz. Eğer İmam Hasan'ın yolundan gidersek, eğer bizler İmam Hasan gibi yaşarsak zaten otomatikmen Muaviye'nin karşısında olacağız. Bizler bugünlerde bizi izleyenlerin hepsine sesleniyorum. Sizler bu Ramazan, mübarek Ramazan günlerinde bolca dua edelim. Hep beraber. Bolca istiğfar edelim ve bolca kendimizi Hasani olmak yolunda İmam Hasan'ı anlayabilmek, anladıklarımızı hayatımıza geçirebilmek için dua edelim. Biz eğer Hasani olmazsak, biz eğer İmam Hasan'ın yolundan gitmezsek, işte bu Emevi gelip bizi kapabilir. O Emeviler, o Muaviyeciler o gün İmam Hasan'ı bırakmadılar. Bırakmadılar yapsınlar ki biz program 1. bölümünde Elbrus hocam o konuya girdi. O yüzden ben de ona artı bir detay açmak istemiyorum. Kendisi çok güzel anlattı. Anlaşmanın da ilk şartını ve diğer şartlarını da hepsini çiğneyince ne oldu? Yani devam etti. Hakaret İmam Ali'ye devam etti. Dilleri kurusun. Küfe'de Beytülmal'dan şehit ailelerine verilecek para verilmedi. İmam Hasan'a ve İmam Hüseyin'e suikast kimseye düzenlenmeyecekti, düzenledi. Kur'an ve sünnete göre ülkeyi yönetmedi. İmam Hasan'ın başına bir şey gelirse kendisinden sonra İmam Hüseyin'e devrilecekti. Onu da yapmadı. Zaten öncesinde Yezid gibi bir belayı İslam ümmetinin başına verdi. Bakın şunu düşünün ki bu coğrafyada, bizim Ehl-i Beyt coğrafyasında belki birkaç ülkede hakaret olarak algılanmaz. Ama bizim coğrafyada Yezid küfür demektir. Birine Yezid derseniz yargılanıyorsunuz. Türkiye'de de yargılanıyorsunuz. Emsal karar vardır. Hakarettir yani. Sen birine Yezidsin dersen eğer yargılanabilirsin. Emsal kararlar da vardır bununla alakalı. Bu bir hakarettir. Bu Yezid, bu İslam'ın halifesi oldu ya. Bu ümmet Yezid gibi birisini belli bölgelerde kabullendiler. Elbette makbuliyeti yoktu. Elbette birçok yerde ona karşı geldiler. Ama ne yazık ki biz Hasani olmayınca, Hüseyini olmayınca, Alevi olmayınca, yani Muhammedi olmayınca, Muhammed'in evlatlarını bırakıp Ebu Süfyan'ın evlatlarına taraf gittik. Biz ümmet olarak bunun hesabını nasıl vereceğiz?
Gerçekten bunu düşünüyorum. Ya ben sevmiyorum ki. Öyle eyvallah. Tabii sevmiyoruz. Bize ne? Hayır öyle değil. Senin tarih kitaplarında yazıyor. Senin geçmişindir. Senin geçmişinde bu Yezid geldi, bu ülkeyi yönetti. Bu İslam devletinin halifesi oldu. Bu utanç yeter. Yani bu benim son 1,5-2 yıldır bu farkındalık oluştu bende. Ya nasıl olabilir ya? Yezid gibi birisi bu İslam devletinin başına geçti. Bizim geçmişimiz bunu nasıl kabul edebildi? Nasıl Yezid'in yanında olup İmam Hüseyin'i yalnız bıraktılar? Nasıl Muaviye'nin yanında olup İmam Hasan'ı, İmam Ali'yi yalnız bıraktılar diye düşünüyorum. Allah bizi bu günlerde İmam Hasan'ın yolundan giden, onu iyi anlayan, onu iyi derk eden ve onun bize verdiği, öğütlediği şeyleri hayatımıza yerleştiren ve o şekilde ömrümüzü devam ettiren kullarından eylesin. Amin. Ağzınıza sağlık hocam. Eyvallah. Yavaş yavaş programımızın sonuna yaklaşıyoruz. Çok değerli bilgiler verdiniz. Açıklayıcı oldu. İzleyicilerimiz de zevk aldılar. Hem Elbrus hocamdan hem sizden. Bir kez daha bu aracılıkla kendisine teşekkür ediyorum. Size de ayağınıza sağlık. Eyvallah. Ben teşekkür ederim. Haftaya inşallah başka konumuzla tekrar görüşmek üzere. Eyvallah. Sağ olun. Evet değerli Ehl-i Beyt dostları, bugün konumuz İmam Hasan üzerineydi. Doğumu, vefatı, hayatı üzerine değerli Caferi alimi Elbrus hocam ve Sayın Güven hocamla birlikteydik. Bize çok kıymetli bilgiler verdiler. Allah razı olsun. Allah bizleri Ehl-i Beyt'in yolundan ve onları gerçek idrak eden kullarından etsin. Haftaya tekrar görüşmek üzere. Allah'a emanet olun.